hər birinizi salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Bu günə inşallah deməli sezonu gəlib, belə əsl sezonu gəlib, quru xingal hazırlayacağam. Quru xingalda ki necə hazırlanır? Deməli undur, duzdur, yumurta, su. Bunları yoğururuq, göstərəcəm inşallah. Sonra əti. Əti zövqə görə əsasən deməli qoyun ətindən də eləmək olar, toyuq ətindən də olar, mal ətindən də olar. Yəni bunun heç bir fərqi yoxdur. Qarasını da necə deyirlər, o üstünə ki əlavə eləyəcəyik, onu 2 cür eləyəcəyik. Bir deməli pomidor, tomatla eləyəcəyik, soğanla eləyəcəyik. Bir də quru qıymə eləyəcəyik. Yəni onlar zövqə görədir. İndi mən də onu xatırladım ki, aşpazda görəm, bacardıqlarımdan çəkib sizə ilə də paylaşım. İlk öncə deməli xəmirimizi yoğururuq. Onu da xatırladım ki, əti bütöv vəziyyətdə olanda yumuşdum. Yəni daha doğrayandan sonra ehtiyac yoxdur yumağa. Buna da yağ əlavə eləmirik, öz suyunda qovrulacaq. Böyle zulmdur bunu yaymağa. Deməli belənçinə iri eləyirik ki, tavada pörtək. Tavada elə bil biraz qovurub, biraz da xırdalayacağıq, sonra normal vəziyyətdə salacağıq. Bak, yer üzməmiş.
Usta, bunun özü ilə də əla olur. Belə bir soğançodur da, tomatdır, pomidordur, soğanı. O ilə də super olur, amma biraz zövqü elə məsələn ətlə qatanda lap belə əla olur. Erviz məmnusdur. Gül şansın baxasından. Sakın gel kimse. Ged əllərini yuv gəl, qızım. Nasıl aysanım lan? İçine ne koy? Bu nanəli qatıq. Nanəli. Bu pəndirdir. Yerimiz məmnusdur. Bu pəndirdir didilmiş. Bu ilə də əla olur. Bunu rayon yerində görmüşəm, onu quruntla yeyirlər. O da dadlıdır. Ağla olur. Oradan. Dur. Hatta ağla olur. Dur. Yerimiz məmnusdur. Həqiqətən superdir. Burada da pis ola bilməz. Yerimiz məmnun. Siz də baxın, abunə olun, like eləyin. Şirniyyat sevənlər istəsəz Xanım Mətbəxdə kanalına da abunə ola bilərsiniz. Bir də nəsə suallar yaranarsa, Ziya Baku Instagram səhifəsində orada elədir ki, səslə daha yaxşı aydın başa sala bilərəm də bildiklərimdə. Belə görüşərik inşallah. Dostlar, deməli bir videoda vardı. Deməli bu Xingal haqqında, deməli bir Bakı bağları, Şağan bağları bu cür. Mən özüm Şağanda qaldığım üçün deməli belənçində bir video da çəkilmişdi. İndi yox, mən onda bir kiçik idim. Dəstə uşaq olan vaxtları, hardasa səhv eləməmsə, bir 2004-2005-ci illərdə, bir 20 il bundan qabaq. Orada rəhmətli nənə hələ bu quru Xingal deyirik də, bu Bakı zonasında quru Xingal deyilir. Onu hazırlayır. Bir usta Şağan haqqında burada deməli papa məlumat verir. Yəni istəsəz, burada deməli 22 dəqiqə 30 saniyalıq videodur. Prosta bu YouTube-un şərtlərinə görə burada musiqa gedir, onu çox qoya bilmirəm. 22 dəqiqə 30 saniyalıq bir videodur. Nənəşkə ilə də 3-4 dənə videolarda çəkilmişik. Allah rəhmət eləsin, təzəlikcən dünyasını dəyişib. Oyna İsfahan halvası çəkmişik, xəşil çəkmişik, Bakı bozbaşı çəkmişik. Belə videolarımız var. Burada da xəngəl hazırlanır. Dəli belə göstərirəm ki, tezliylə tapa bilərsiniz. Orada da belə qiymədir, soğançadır. Maraqlı bir belənçində videomuz var. Buna da istəsəz baxarsınız inşallah. Görüşərik inşallah.